Deməli yoldaşlar, sizə ən əsas məsələlərdən biridir. Bəzən bax şərtlərdə belə bir şey deyilir. Qaydalarda deyir ki, ammonimlik, məcazilik olmaz. Bu səhv fikir. Yəni biz ammonimlər deyəndə tərifi nə cürdür? Deyilişi, yazılışı, vurğusu və başlanğıc forması eyni, lakin məna fərqlidir. Bax, deyiliş, yazılış, vurğu və başlanğıc. Bunlar hər biri şərtdir. Və dərslikdə də, filanda da deyirlər ki, ammonimlikdə məcazi ola bilməz. Bu səhv fikirdir. Ammonimlikdə məcazilik olar. Necə olacaq? Bax, bu hər zaman demək olar ki, problemli bir məqamdır və başlıq da belədir ki, ammonimlikdə məcazilik olmaz. Olar. Nə deməkdir? Bax, bura yazıram. Futboldakı qol, məsələn, bu axşam Barcelona ilə Inter oynayır. Inter, məsələn, Barcelona'ya qol vursa, yaxşı olar, növbəti mərhələyə finala yüksələr. Bu, həmin oradakı futboldakı qol. Bir də insan, bura yazıram nə? Çayın qolu. İndi çayın qolu ilə bu futboldakı qol bir-birinə münasibətdə nədir? Ammonim. Gördün, deməli, ammonimliyin öz məna tayları arasında yox. Gördün, bunlar artıq ammonimdir. Deməli, ammonimlikdə məcazilik ola bilər. Sadəcə, indi mən burada bunu çıxıb, buraya yazsam insanın qolu. İnsanın qolu ilə çayın qolu ammonimdir. Yox, bu artıq çox mənalıdır. Bax, bu ammonimlərdə xüsusən o məcazilik mənası var. Bax, məhz bununla bağlıdır. Aydındır?